Əgər sən dünən hazırlanan yeməyi bu gün yeyirsənsə, sənin sinir sistemin sıradan çıxacaq və sürətli qocalma prosesinə məruz qalacaqsan. Namaste, mənim adım Sahib Xudaverziyevdir. Mən yoga təlimçisiyəm və sənə qida haqqında çox dəyərli məlumatlar vermək istəyirəm. Bu günləri dünya, planet üst tutur ekoloji yeməklərə, təbii yeməklərə. Çünki artıq planetdə yaşayan insanlar, özünə dəyər verən insanlar, şuurlu insanlar anlayırlar ki, məhz təbii qidalansam daha yaxşıdır mənim sistemimə, mənim sağlığıma. Bu həqiqətən də doğrudur. Çünki bütün dünyanın həkimləri, aparıcı ölkələr onu təsdiqləyirlər. Biz nə qədər təbii qidalansaq, bir o qədər bizim can sağlığımız, xəstəliklər, biz onlardan uzaq oluruq. Ümumiyyətcə, daxilimiz çox xoşbaxt olur, daxilimiz gül açır. Bu çox önəmlidir. Nəyə görə? Marketdə satılan yeməklərin demək olar ki, 95%-i yararsızdır. Marketdən yalnız əldə edə bilərsiniz salfetka və yaxud bugün ora gətirilən meyvə tərəvəzdən. Başqa heç nə. Düşünün, bizim daxilimiz, yəni canlı bir varlıqdır. Yoga fəlsəfəsi onu deyir ki, sənin mədən ikinci beyindir. Mədənin yaddaşı var. Biz daxilimizə nə qoyuruqsa, necə qidalanırıqsa, o bizim halımızdır, o bizim enerjimizdir, o bizim əhvalımızdır, bizim görüntümüzdür. Bəli, insanlar öz görüntülərini belə dəyişdirə bilirlər qidalanmaqla. Düşünün, yeməyi vəhşicəsinə yeyən insanlar, əti aşırı dərəcədə sevən insanlar, özləri də vəhşi kimi olurlar. Baxın onların hərəkətlərinə, onların davranışlarına, ifadə etdikləri sözlərə. Amma satvik qidalanan insanlar incə olurlar, gözəl bədənə sahib olurlar, gözəl danışığa, nitqə sahib olurlar. Çünki yeməyimiz bizi formalaşdırır, bizim zehnimizin, daxilimizin açarıdır. Yoga fəlsəfəsi qeyd edir ki, sən yeməyi mütləq və mütləq özün hazırlamalısan. Bizim müasir dünyada bunu etmək biraz çətindir. Bəzi hallarda biz işdə oluruq və yaxud neysə elə bir yerdə oluruq ki, biz onu edə bilmirik. Amma maksimum dərəcədə çalış yeməyini özün hazırla. Və hazırladığın yeməyi 40 dəqiqə uzaqbaşı 1 saat ərzində yeyib bitirməlisən. Çünki artıq sənin yeməyin ölməyə başlayır. Və ölü yeməyi sən daxilinə qəbul edəndə o sənə heç bir fayda gətirmir. Yalnız və yalnız ziyan, daxildə yaranan xəstəliklər, əsəb, insan gərgin olur. Ən əsası biz qocalma prosesini o qədər sürətləndiririk bunu etməklə. İnanılmaz dərəcədə insanın dərisi, onun dırnağı, saçı, yəni birbaşa olaraq özümüzü məhv edirik. Ona görə çalışmalıyıq. Nə hazırlandı və yaxud sənin gözünün qabağında hazırlayırlar, sən onu yarım saat, 1 saat ərzində yeməlisən. Belə bir şey olmamalıdır ki, mən bu yeməyi qoyuram sabaha, birisi gündə yeyərəm və yaxud axşam yeyərəm. Yəni maksimum dərəcədə çalışın bu amilləri həyatınızdan uzaqlaşdırın. Yemək bizə enerji verir. Çünki yeməyimiz bizim enerji mənbəyimizdir. Bizə ən sürətli gələn aktivlikdir. Çünki insan yemək yeməsə, su içməsə ayaqda qala bilməz. Çox önəmlidir bizim nə yeməyimiz. Diqqət olmalıdır birmənalı təbii qidalara. Ümumiyyətcə, təbiətin bizə verdiyi hər bir şey bədəniniz üçün okey sayılır. Süni yeməklər, konservləşmiş yeməklər, onları maksimum dərəcədə həyatımızdan uzaqlaşdırmalıyıq və yaxud
bu yeməyi bir ay sonra yeyəcəm, bu neysə kapçonlu nədirsə, o hər nə ola bilir olsun, amma o sənin bədəninə yararsızdır. O sənə fayda gətirmir. Səni daxilini sürətlə qocaldır. Səni əsəbi edir, səni xəstə edir. Sənə yalnız və yalnız ziyan vurur. Yeməyə başlamamışdan öncə mütləq və mütləq onunla tanış olmaqdır. Yoga fəlsəfəsi deyir ki, sən yeməyinlə tanış ol, ona əlini vur. Bəzi qədim fəlsəfəli olan ölkələr hətta yeməyi əllə yeyirlər, barmaqla yeyirlər. Yəni bu kənardan primitiv və yaxud gülünc görsənə bilər, amma onlar onu çox düz edirlər. Çünki sən enerjini ötürürsən qidana, onunla bağ yaranır və o qidanı qəbul edirsən. Yəni bundan gözəl şey ola bilməz. Amma əlində qaşıq, çəngəl olduğu zaman o enerji, o bağ artıq kəsilir. Sən ona yeməyinə əllərini yaxın et. Ona enerjini ötür. Və ən önəmlisi olan dua et. Allahına, Tanrına, Yaradana dua et ki, nə gözəl ki, sən bu günləri mənə bu yeməyi vermisən. Mən bu günləri qidalanıram. Mən inanıram və hiss edirəm ki, bu qidadan sonra mən daha güclü olacağam, daha gözəl olacağam. O mənə yalnız və yalnız fayda verəcək. Sən onu öz enerjini, ilahi enerjini bağlayırsan o qidaya. Sadəcə və sadəcə bir neçə saniyə ərzində gözünü yumub, Tanrına dua edib, qısa formada təşəkkürünü bildirib və sonra başlayırsan yeməyinə. Mən şəxsən onu son 3-4 ildə edirəm. Fərqi yoxdur, mən harda olurumsa olum, bahalı oteldə ola bilərəm və yaxud evdə tək ola bilərəm. Artıq o mənim ritualımdır. Mən onu etməsəm, sanki mənə yemək nuş olmur. Bu artıq bir vərdişdir və çox gözəl vərdişdir. İnsanlar tərəfindən çox alqışlanır, çox bəyənilir. Hər dəfə məndən soruşurlar ki, sən gözlərimi yumub nə deyirsən? Dostlar, dua edəndən sonra sən başlayırsan onu yeməyə. Çünki biz anlamalıyıq ki, biz yediyimiz qida bizim dərmanımızdır. Yəni insanın strukturudur. Ona görə biz çalışmalıyıq. O maksimum dərəcədə təbii olmalıdır. Çox qaynanmış, çox qızarınmış, çox belə vaxtı keçmiş qidalardan qətiyyən biz uzaq durmalıyıq. Çünki o bizə heç bir fayda vermir. Səni yalnız doydurur və sıfır. Yəni heç bir fayda yoxdur. İnsan özü ilk növbədə öz həkimi olmalıdır. Anlamalıdır bədənini, onun necə çalışmasını anlamalıdır. Sən öz qidanla ümumiyyətcə test edə bilərsən. Qidalan və bax sonra sən özünü necə hiss edəcəksən yeməkdən sonra. Əgər sən özünü çox ağır hiss etdin, sanki enerjilərin tükəndi, ağırlaşdın, istəyirsən uzanasan, yuxun başladı gəlməyə, əsnəməyə başladın. Deməli, o yediyin yemək sənə düşmür. Sənin mədə, bağırsaq sistemində müəyyən ağırlıq yaratdı və o yemək sənə düşmür. Bir də o yeməyə yaxın gəlmə, bir də onu yemə. Amma insanlar bilməyərək illərlə və illərlə eyni yeməkləri yeməyə davam edirlər. Yəni düşünmürlər bu yemək mənə düşür və yaxud düşmür. Çünki biz biraz məlumatsız olmuşuq uzun illər. Əgər bir yeməyi yeyəndən sonra sən özünü yaxşı hiss edirsən, yəni heç bir ağırlıq hiss etmədin, əvvəlkisən, gezirsən, aktivsən, deməli o yemək sənə düşür. Çalış ona oxşar və yaxud elə yeməklərdən daha çox həyatına qat, daha çox rasionuna qat və sən sağlam olacaqsan. Çalışmalıyıq bir mənalı yalnız və yalnız təzə şeylər. Yəni bu meyvə bu günləri dərilib, bu tərəvəz bu günləri dərilib və mən onu istifadə edirəm. Yəni
belə yeməklərdə üst tutmalıyıq və üstünlük verməliyik. Dünənki, o biri günkü, yəni maksimum dərəcədə yox. Ət həyatımızda bacardığımız qədər az olmalıdır. Mən başa düşürəm, biz Azərbaycanlıyıq, o bizim adətimizdir. 100 illər öncə o qoyunlar kesilib, o inəklər kesilib, qurban verilib, bizi öyrəşdiriblər. Misal üçün, Hindistanda, səhv etmirəmsə, 45% ümumiyyətcə Hindistanın əhalisinin 45%, bəlkə də daha çox, vegetariandır. Yəni, ət ümumiyyətcə istifadə etmirlər. Onlar onu günah sayırlar. Onlar bir canlını necə həyatını alıb mən o əti yeyərəm. Amma biz bu günləri o haqda danışmırıq, biz vegetarianlardan danışmırıq, religiyadan danışmırıq. Biz yalnız və yalnız şuurlu olaraq sizinlə bərabər analiz edirik. Yəni, nə dərəcədə bu düzgündür və yaxud nə dərəcədə bu səhvdir. Baxın, əhalinin tam yarısı, yəni milyardlarla insan ümumiyyətcə ətə əlləri değməyib, heç vaxt ət yeməyiblər. Şəxsən mənim yoga müəllimim, mənim qurum Hindistanda, o mənə deyəndə ki, mən həyatımda heç vaxt ət yeməmişəm, yəni adamın 40 yaşı var, mən ona çox təəccüblə baxdım, yəni necə yəni sən heç vaxt ət yeməmişsən, yəni mənim anlayışıma, o cahilliyimə çatmırdı ki, yəni necə insan ət yeməyə belə qala bilər. Çünki insan canlıdır, qüvvətlidir, muskulludur və yoga aləmində tanınmış fiqurlardan biridir. Mənə o çatmırdı. Çünki bizə həkimlər, həmən o məlumatsız həkimlər televiziya kanallarında beynimizə onu salırlar ki, yox, sən ət mütləq yeməlisən. Əks halda sənin müəyyən göstəricilərin bədənində olmayacaq, sənin saçın töküləcək, sənin dişlərin töküləcək, bədənin. Baxın, bu bir mifdir. Əlbəttə ki, sən ət yemədiyin zaman sən başqa qidalardan bol-bol istifadə etməlisən. Yəni, başqa meyvə-tərəvəzdir, bir çox təbiətdə qidalar var, misal üçün qreçkadır, bulğurdur, düyüdür, onlar çox zəngindirlər. Elə insan var, bu günləri vegetarian olur, ətə yox deyir, amma eyni zamanda da bu məhsulları da heç vaxt yeməyib, onları yemir və əlbəttə ki, sürətlə başlayır arıqlamağa və yaxud özünü yaxşı hiss etmir, başı fırlanır. Sən rasionlu, əgər gözəl planlaşdırırsansa, bu haqda çox məlumat var YouTube kanallarında. Sən düzgün qidalanarsansa, sən görəcəksən ki, özünü çox gözəl hiss edirsən. Yəni, biz bu günləri ətə tamamilə yox deyə bilərik. Amma şəxsən mən hələ tamamilə yox deməmişəm. Ara sıra mən onu istifadə edirəm çox nadir hallarda və çalış sən də mənim kimin ol. Belə ildən, bayramdan bayrama necə deyərlər, ara sıra neysə dadına bax, okey, o sənə maraqlı gələcək, o sənə dadlı gələcək. Amma hər gün onu istifadə etmə, çünki o sənə ziyandır. Əgər düşünürsən ki, bugün məndən aldığın məlumatlar faydalı idi, maraqlı idi, like qoymağını, rəy yazmağını xahiş edirəm. Çünki sənin fikirlərin mənə çox önəmlidir. Sizi enerji dolu, həyat dolu Balidən salamlayıram. Gününüz gözəl keçsin.